Salam əziz izləyicilər. Adalya Haf verilişində yenidən xoş gördük hər birinizi. Biz hardasa 5-6 gün əvvəl Rövşənlə birlikdə bürcləri müzakirə eləmişdik. Bürclərin xassiyyətlərindən, bürclərə görə insanların xassiyyətləri necə dəyişir, ümumiyyətlə insanlar bürclərə inanırlarmı, özlərini həmin bürclərdə tapırlarmı? Belə bir mövzuda müzakirə aparmışdıq. Bugünkü mövzumuz isə bürclərin ənləri. Məsələn, yəni bu mövzuda istiqamətdə biz müzakirələr aparacağıq. Bugün isə studiyamızda Rövşənlə yanaşı bizim Könül xanım da var, Könül Mövlamova. Bundan sonra bizi bəzi verilişlərdə demək olar ki, birlikdə görəcəksiniz. Biz Könül xanımla birlikdə verilişlərimizi idarə edəcəyik, moderatorluq edəcəyik, belə deyim. Qonağımız isə bugün dediyim kimi Rövşən. Biz Rövşəni ancaq Rövşən kimi təqdim edə bilirik, çünki o öz təqdimatını belə istəyir. Xoş gəlmisiniz. Salam aleykum, hər vaxtınız xeyir. Mən ikinizi də salamlayıram, xanım olaraq. Mövzu çox qəşəng mövzudur. Gələn səfərdə 3-cü çəkilişin mövzusunu da qabaqcadan sizə belə bir şey deyim ki, məsələn belə bir şey eləmək olar ki, ya sizin kommentariya bölməsində hər hansısa bir məsələn izləyicinin sualı var. Deyir ki, misal üçün mən bürcüm haqqında bunu bilmək istəyirəm. Yəni siz həmin sualları mənə təqdim edərsiniz. Ya bir həftə içində olsun, ya 2 həftə içində olsun, ya 3 həftə içində fərq eləmir. Sadəcə ya komment bölməsində, ya Instagram səhifəmizdə qeyd edərsiniz, ya YouTube səhifəmizdə komment bölməsində qeyd olunan sualları siz əks edərsiniz, mən də cavablandıraram. Tamam, izləyicilərdən gələn suallar. Bəli, izləyicilərdən gələn suallar. Yəni siz o zaman bizi diqqətlə izləyin ki, gələn dəfə sizin suallarınızı Rövşən efirdə cavablayacaq. Bəli. Və kommentlərdə aktiv olun, əlbəttə ki. Başlayaq. Suallar sizdən, cavablar məndən. Könül xanım, siz də salamlayın, başlayaq. Salam hər kəsə. Bundan sonraki verilişlərin bəzilərində məni də görə bilərsiniz və mən məmnuniyyətlə Dilşad və Rövşən bəylə bir verilişdə olduğum üçün təşəkkür edirəm hər ikisinə, məmnunluq duyuram. Başlayaq və bürclərin ən yaxından izləyicisi olaraq çox məmnunam oturduğum yerdən. Başlayaq. Başlayaq. Necə, hardan başlayaq, amma mənim üçün bu doğrudan da çox maraqlıdır. Hansı bürc səni sevirəm deməkdə çox çətinlik çəkir? Oğlaq. Axı oğlaq dediyiniz kimi güclüdür. Yox, oğlaq bürclərin içində bax, oğlaq da dolçadır. Hava ünsüründən dolçadır. Sudan belə deyim, biraz əqrəbdə var belə bir şey, sudan. Torpaqda oğlaqdır. Yəni yedinci bürc deyərdim ki, oğlaqdır, insan üçün hər şey eləyir. Hətta belə deyim, qayğıya qalacaq. Səni sevirəm sözündən başqa sənin üçün hər şey eləyəcək. Necə ki, biri ilə maraqlanırsan, əzim hardasan. Necəsən? Qalın geymisənmi? Havası soyuqdur. Soyuğa vermə özünü. Və sair və axır. Bunların hamısını eləyəcək. Bircə dənə sevirəm cümləsini qura bilməyəcək. Çünki onlarda belə bir şey var. Qürur, mən onlar üçün bir videoda hazırlamışdım. Qürur kitabı deyilən bir şey var. Yəni o insanlar o qədər qürurlu olurlar ki, birdən sevirəm deyib yox cavabını alaram deyənə maraqlanmağı daha çox üstünlük verir. Qayğıya qalsın, onun üçün gözəl rəftar eləsin. Və dolça da belədir. Dolça niyə sevirəm demir? Çünki dolça azadçılığına bağlıdır. Konkret bağlıdır. Oxatan kimidir. Əqrəb niyə sevirəm deyə bilmir? Çünki məsələn əqrəblər bəzi əqrəblər deyə bilmir. Bəziləri çox qəşəng bir şəkildə ifadə eləyir. Əqrəb biraz qapanıdır. Məsələn, qabığında qalmağı xoşlayan bürcdür. Deyir ki, məsələn, xoşbəxtəmsə qoy belə davam eləsin, dost kimi davam eləsin. Birdən mərhələni aşaram, sevgi deyərəm. Bu belə gözəllikdən çıxar. Hər hansısa bir özü üçün qəşəng bir gözəllik yaradıb xəyalında. Sevirəm cümləsi ilə o xəyalı dağıda bilər. Ona görə əqrəb də biraz o xəyalda yaşamağı sevir. Bəs yaxşı, sevirəm sözünü ən yaxşı deyən bürc hansıdır o zaman? Sevirəm sözünü ən yaxşı ifadə eləməyə bacara bilən çox bürc var. Məsələn, xərçəng sevirəm sözünü sevir. Tərəzi sevirəm sözünü ifadə eləməyə xoşlayır. Əkizlər də ifadə eləməyə xoşdur, amma əkizlərdə belə bir şey var da. Tərəzi ilə əkizlərdə eyni xassiyyət var. Bir könüldən min könülə gördü vurula biləcək insanlar olurlar məsələn. Davranışına da vurula bilərlər. Görünüşünə də vurula bilərlər. Amma tərəzi ilə əkiz arasında bir dənə fərq budur ki, tərəzi özündən daha çox ağıllını sevir. Əkiz isə ruhuna xitab edəni sevir. Məsələn, qoç da sevirəm sözünü asan ifadə edə bilən bürcdür. Çox asandır. Yəni Egosuna qoç qorxmur, şir də qorxmur. Deyir, yox deyəcək, o itirəcək, mən itirməyəcəm.
Oğlaq bunu düşünmür. Oğlaq deyir ki, yox deyəcək, mən depressiyaya düşəcəm. Məsələ budur. Ən duyğusal biri kim ola bilər sizcə? Ən duyğusal. Balıqdır. Məsələn, belə bir şey də izah eləyim. Astrologiyanı insanlara izah eləyəndə oğlaqın baş tərəfi oğlaqdır, ayaq tərəfi balıqdır. Ən duyğusal balıqdır. İkinci yerdə gəlir qızlar, 3də gəlir oğlaq. 4də gəlir əkiz. Çünki balıq həddindən artıq çox qapanmağı xoşlayır. Duyğusal, buğa da duyğusaldır məsələn. Ən duyğusal balıq deyərəm, balıqdan sonra qız deyərəm. Çünki hər bir cümlə və söz onların könlünə və xətrinə dəyə bilər. Saniyənin 0,1-də insandan küsə bilərlər, saniyənin 0,1-də barışa bilərlər. Bunu deyim. Çünki balıq biraz duyğusallığın çölə də vurmaq və insanların məsələn çıxaq şəhərə bir müsahibə keçirdək. İnsanların əksəriyyəti deyəcək ki, balıq duyğusaldır. Çünki bunu bilirlər, başa düşdünüz? Yəni balıq ağlamağı, yəni sevinəndə də ağlayır, güləndə də ağlayır. Bilmirsən nə üçün ağlayır. Baxırsan bütün gün ağlayır, amma bilmirsən niyə ağlayır. Sevinir yoxsa nədir? Amma ən böyük silahları da odur ya. Ağlamaqla insanları. Gülümsəməkləri deyək, ən böyük silahları. Belə deyir də Rövşən bəy, mənim də və bizim də ətrafımızda olan balıq bürcü olan sahibkarlar olsun, digər tanışlarımız olsun var. Amma onlarda ego daha üstündür. Bu romantiklik və duyğusallığına rağmen. Yaxşı ola bilərmi ki, onlar o duyğusallıq altında gizlənir? Görsətməz. Məsələn, bir videomda bir dəfə dedim ki, dənizin qırağı balığa aiddir. Yəni balıq bütün günü güclü görsənəcək. Bütün günü. Məsələn, problemi də varsa deməyəcək ki, bu problemim var, bunu həll edək. Amma altını ki keçdi, tək qaldı axşam radələrində. Özünü vuracaq harasa, orada özü üçün başlayacaq təhlil eləməyə. Yəni balığın balaca bir dünyası var, orada hər gecə onu təhlil eləyir. Yəni balıq göstərmir. Hə mən kövrəyəm, sırazı ağlayım, yox. Onu o dəqiqə göstərməyəcək. O saxlayacaq. %100 saxlayacaq. Yəni balıqların 90%-nin hətta kommentdə də qeyd eləyə bilərlər. 90%-in özünün oturub ağladığı yer var. Yəni bu evdə ola bilər, bu dəniz qırağı da ola bilər. Luboy dəniz qırağında gedər. 100% bir balıq bürcəkləşib, nəyisə təhlil edir. Hə, göstərməzlər. Ona gedirəm ki, ən böyük silahları gülüşdür. Bəs kinlisi hansıdır? Ən kinlisi. Ən kinlisinə gələk. Hə. Gələk ən kinlisinə. Ən kinli yenə də su ünsürləri başlıqdır. Bir də əqrəbdir. 2də balıqdır, 3də xərçəngdir. Onlar da bəzən qruplara bölünür, yəni deyirlər ki, biz kinli deyilik. Məsələn, kinli deyək, kinliliyin dalınca qisası deyək. Məsələn, əqrəb çox kinlidir. Əqrəb, qot, şir, bir də oğlaq. Həm kinlidirlər, həm qisasçıldılar. Yəni bax, bu insanlar insan həyatına vura biləcəkləri zərbə, yəni həmən dəqiqə vurmurlar da, yəni belə. Qəşəng belə düşünürlər. Getsin, hara gedir, getsin. Hara gedir. O adam dünyanın o başına da getsə, yenə fırlanıb gələcək həmən insan yanına. Yəni bu plan elə qurub ki, yəni hara gedir, getsin, yəni gələcək mənim yanıma. Onda da bir dənə iz qoyacaq və bəsdir. Onda deyəcəksən, belə Allah uzaq eləsin. Əqrəblə şey olmuşsan. Düşmən olmuşsan. Dünyanı tez dəyişmisən. Gəlibsən qəbrin üstə qalırsan. Hətta qalx ayağa, mən bir dənə səs söz deməliyəm. Qalx. Hə. Yəni əqrəb yeganə bürcdür ki, kin ən çox onlardadır. Yəni təəssüf. Mən bir su içim. Su iç. Çalışın könlündən düşmən olmayın. Qisasçıl bürclər də eyni qaydada. Əqrəb, qot, şir, oğlaqdır. Bunlar gözəl qisas alırlar. Şirdə də var. Şirdə də var. Şir də qisas alır. Şir bilirsiniz necə qisas alır? Səbirlə. Şirin qisasda səbri var. Əqrəbin çox da yoxdur. Qoçun da çox da yoxdur. Bəs deyirlər ən səbirli bürc əqrəbdir. Səbir şey var da, məsəl var. Məsələn, səbir baxır harda edirsən. Məsəl üçün əmrəvaki sevməyən bir bürcdür. Mən də eləyəm. Mən deyir ki, bunu elə eləməyəcəm. Əqrəb də elədir. Səbir bir yerə qədər. Əqrəbə deyir ki, başqa dönərəm. Bir də mənə çay ver də. O qaça-qaça. Məmnuniyyətlə. Qaça-qaça. Bir də mənə çay ver. O çaşqa da başına gələcək. Nəlbəki də başına gələcək. Yəni o deyil. Səbri bir yerə qədər olur onun. Yəni səbir baxır nə də səbr eləyir əqrəb. Yəni çox da səbr eləyə bilər. Məsələn,
hissləri baxımından vəbşə səbr edə bilmir. Bəziləri bunu elə bilirlər ki, eləyirlər. Əqrəb birinə qarşı romantik olsun, birinə qarşı şəhvətli olsun, çalışır ki, o insanı tez əldə eləsin. Yəni bu gün o insana qarşı hissləri varsa, bu gün hər şey baş versin. Yəni 70-80% belədir. Bugün könlü qəşəng müzakirə edirik. Əqrəblər diqqətiniz bizdə olsun, kommentlərdə bildirin. Əminəm ki, hər kəs belədir. Demək olar bir 15-20 dəqiqə əqrəbdən danışdıq. Məncə də. Ağıllıları dediniz ki, bəziləri olur ki, yəni hisslərini bildirir və ən ağıllıları Oğlaq tərəfə belə sizin dinlədiklərimdən belə ağıllı beyin nəticə. baxımından deyirsinizsə, ən ağıllı əkiz, ondan sonra dolça. Qız da ağıllıdır, Sherlock Holmesdur. Yəni əkiz saniyənin 3-ündə fikirləşir. 3 saniyəyə, məsələn, mən bir əkizəm. Mənim qabağımda mövzu danışılsın. Mən o mövzudan heç agah deyiləm. Amma birdən-birə beynimə nəsə yüklənir, mən cavab verirəm. Başa düşdünüz? Dolça da elədi, amma dolçanın ən çox qadınları elədi və qızlar. Qızlarsa ağıl araşdırmaqdadır onlarda. Çox istifadə edirlər. Əkiz araşdırmır. Əkiz deyir ki, zaten mən çaşqadır, baxır həfizcə mən bu haqqda bildim nədir. Bir çaşqadır İtaliyada icad olunub və s. Amma qız harda icad olunub? Necə? Saat neçədə və s. Qız onun kökünə qədər gedir və görüm orada nə var, nə yox. Ən ağıllı deyərdim, bu 3 bürc hamı ağıllıdır belə baxanda, amma ağıl və dərrakəni idarə edən, beynin sağını idarə edir, əkiz solunu idarə edir dolça. Olta hüceyrəni də idarə edir qızlar. Araşdırmağı. Gözləyirik hisslərdə. Əkizlər. Bəs keçən dəfə də danışdıq, disiplin, planlı. Disiplin oğlaq, tərəzi, qoç disiplindir. Əqrəbdə də var bu disiplin. Amma əqrəb şeyi xoşlayır. Bizdə damcı pulu oldu. Məsələn, bugün bu mikrofonu satır. Əqrəbin bizdə damcı pulu oldu, deyir ki, yox, bunun başqa yerdə bir filialını açım. Böyüdüm onu. Disiplindən çıxır. Yəni amma tərəzi oğlaq, qoç belə deyil. Tərəzi oğlaq, qoç deyir ki, qoy biraz pulum olsun, biraz idarə edeyim, buranı böyüdüm, buranı inkişaf elətdirim, sonra başqa bir yerə baxım. Əqrəbsə böyüməyi daha çox addım atmaq istəyir. Yəni bir ofisim var, başqa bir ofisdə açım, başqa bir ofisdə açım. Yəni amma disiplinə gələndə çox disiplini birinci oğlaqdır, sonra tərəzidir, sonra qoçdur. Yəni çox nümunəvi işləyirlər, işkolikdirlər, həddindən artıq çox. O tərəziləri elə bilmirdim. Sizdən sonra fikrim. Tərəzilər işkolikdirlər. Tərəzilərin ikinci qrupları işkolik deyil. Birinci qrupu həddindən artıq çox işkolikdir. Hətta belə deyim, xoşlayırlar ki, nizam-intizamla işləsinlər, qayda qanunu. Çox qəşəng. Birinci qrup, ikinci qrup dedikdə, yəni ayın əvvəli, ayın sonuna aya bölünmür, xasiyyətə bölünür. Çünki məsələn, mən mayın 25-yəm. İyunun 17-si. 17-si aramızda çox məsafə var. Sadəcə xasiyyətə bölünür. Yəni mən də çünki mənə elə gəlir ki, izləyicilər üçün də bu maraqlı mən olar. keçən yayımda izah üçün də elədim maraqlıdır. onlara. Çünki deyir ki, oktyabr əqrəbləri var, noyabr əqrəbləri var, amma siz deyirsiniz ki, bu xasiyyətə aya görə günə bölünür. bölən başqa astroloqlardılar. Əslində məsələn birinci qrup başlanğıcda da var, axırda da var. Yəni sadəcə xasiyyətə bölünməlidir. Xasiyyətə. Məsələn, biri ilə oturub dərhal ünsiyyət quranda bilirsən ki, hə bu budur, bu budur. Hamısında birinci, ikinci qruplarından danışmış, bəhs eləmişəm. Yenə də birinci, ikinci qrupu aya günə bölmək lazım deyil. Xasiyyətə bölmək lazımdır. Çünki adam var ki, yüksələnə görə də xasiyyəti var, məsəl üçün. Ona görə sırf xasiyyətə bölmək lazımdır. Onu da tab tutmaq olur, çox asandır tutmaq. Yəni zaten bir əkiz qabağındakı əkizə baxanda bir ki, hə bu başqadır. Yaxud da bir əqrəb. Bəli. Özünüz bayaqlar dediniz ki, başqa əqrəblər var ki, deyir mən kinli deyiləm. Amma siz kinlisiniz. Təəssüf. Maliyyəsə. Bəs ən rozulu bölgü hansıdır? Rozulu? Ən rozulu buğadır. Buğa. Dəhşətli dərəcədə rozuludur. Bərəkətlidir. Əkizlərdə ruzulu sayılır. Məsələn, daima və daima ruzu bərəkətli olur. Balıq ruzuludur. O zaman bizim ailə mənim oğlumuzsa buğadı, mən əkizlər biz əslində çox Balıq da ruzuludur. Balıq amma toxunmağı xoşlayır. Məsələn, əkiz kiməsə şans gətirər.
kimisə həyatına O girəndə. dəqiqdir. Buğa evdə varsa, ailədə ruzu bərəkət var, ailədə huzur var, rahatçılıq var. Çünki buğa xoşlayır huzuru, rahatçılığı. Bir də onun daima belə deyim, ürəyində, qəlbində sevgi olur. Yəni ruzu bərəkət buğadır. Tam-tamına buğadır. Sonra balıqdır, sonra əkizlərdir. Yəni əslində hamının ruzu bərəkəti var, ruzlu düzdür. İnsan insana belə deyim, düşərli və düşməz olur da. Ona görə balığın sadəcə toxunuşları yaxşı olur. Keçən verilişdə dediyimiz kimi bir barmağı yetir də, yəni deyir ki, bu nə elə? Yəni Nə gözəl. Əslində mən onu özümdə hiss eləmişdim. Qarşı tərəfə ümumiyyətlə kimlə əməkdaşlıq eləyim və ya da ki, dostluq eləyim, həmin insana çox uğur gətirirəm. Mən onu özüm bilirəm. Amma buğanın bu qədər ruzlu olduğunu mən sizdən öyrəndim. buğa ilə balıq, əkiz bu üçlü bir-birlərinə qarşı ən antipatiyalı olan insanlardılar. Yəni əkizin buğaya antipatiyası var, əkizin balığa antipatiyası var, balığın əkizə, buğanın əkizə, bax belə antipatiya. Amma bu üçü bir yerə gələndə möhtəşəm iş dostluq baxımından çox əla yola gedirlər, həm də ruzu bərəkətləri çox olur. Bir obyektdə düşünün ki, bir əkizlə buğa varsa, oranın ruzu həmişə olacaq. Siz bir 18 yaşın tamam olandan sonra həm gəlirik şərik işlədirik. Şərik. Ona maaşın verməyə şərti ilə. Yoxsa mamanın balası pul yoxdur, yox. Pulun verməyə şərti ilə. Belə olur. Yaxşı, belə deyək ki, buğa əkizlər gəlir, amma belə bir məqam da var ki, çox düşünür, amma az işləyir. Əkiz çox işkolikdir, buğa yox. Belə bir cümlə Yəni var belə atalardan çıxır gələn ki, ki, o ver çox yemək düşünür, az yatım gözdə işləyir. canın çıxmasın. Buğa elə şeyi çox xoşdur. Məsələn, buğanın 70% deyir ki, mənim iş saatım 5 saat olsun, 4 saat olsun. Yəni az işləyim. Hə. O ruzu bərəkətli olmağına baxmayaraq az işləyən birisi. Yoxsa buğa çox işləməyi sevən buğalar var ki, xaliqələr yaradırlar belə baxanda. Müəllimələr demiş, başı var amma oxusa. Hə, ay sağ ol. Buğa, yəni çox mənalı bürcdür əslində. Çox mənalı bürcdür. Bəli. Analizdə bəs necədir? Yəni Nə tək var? buğalar deyil, ümumiyyətlə analiz baxımından hansı bürc daha çox analiz edir? Hansı bürc daha deyək ki, hər bir insan, hansısa bir insanla tanış olmusunuz və onu analiz etmədən Yox, qızdan başqa heç kim eləmir. analiz edir. Bəli. Əqrəbdə belə bir şey var, hiss eləyir. Qız analiz edir. Qız çox kökünə düşür qız. Hə, qız nə bilim, deyirsən çaya gedək, kabinetdə oturaq. Adboy eləyir, öz-özünə fikirləşir ki, bu adam məni niyə kabinetə çağırdı? Niyə kabinetdə oturmaq istədi? Niyə açıq havada otur? Məsəl üçün də qız çox, yəni çox dərinə düşür. Hə. Ona zaman gedir axı uje. Yəni Yersiz analizdə də belə baxır. Bəs qısqancı, ən qısqanc bürc hansı? ən qısqancı yenə başlıq oğlaq, şirlər, qoçlar manyak dərəcəsində oğlaq qoçdur, çünki ikisi Saturndir. Şirdir, əqrəb də qısqancdır, əqrəb mənimsəyəndir. Xərçəng qısqancdır, amma xərçəng bir yerə qədər qısqanır, onu da deyim. Balıq da çox qısqancdır. Belə baxanda hamı qısqancdır, amma ən manyak qısqanc oğlaq, qoç, şir, əqrəb, bir də İlk üçlüyə ilk üstü oğlaq, qoç, şir. qoç, şir. Yəni O zaman mənim qısqanclığım o yüksələn şirdən Hə, gəlib. Yoxsa yəni bu qədər maraq. dəhşət qısqanc olurlar. Bir də belə bir şey var da, məsəl bu insanlar inamsızlıq görsələr qısqanırlar. Məsəl üçün həyatında bir əqrəb var, bir oğlaq var, bir şir var, bir qoç var. Tutalım ki, mənim həyatımda. Mən indi sizlə burada söhbət edirəm. O məni yığır, mən deyirəm ki, oturmuşam, xanımlara müsahibə verirəm, çıxıb evə gedəcəm. Hə, o məni yığanda mən açmıram və yaxud da nəsə demirəm. O məni yığanda yəni qızlarla oturmusan, belə eləyirsən, hə, sonra çaya gedəcəksiniz. Bu uje inamsızlıqdır. Bu uje manyaklıq dərəcəsində qısqanclıqdır. Hə, yoxsa hə mən evə gedəndə yazaram səni, yığaram. Bu uje inamsız. Mən belə bir cümləm var, həmişə də bunu izləyicilərimə deyirəm. Əgər bir insan səni yığırsa, sən açmırsansa, sonradan sən telefonu açanda sənə deyirsə problem nə idi, nə baş vermişdi, nə kömək eləyə bilərəm, o insan səni sevir.
və o insan da sənə dəyər verir. Yox, əgər bir insan sənə deyir ki, hardaydın, kimlə idin, o insan ücü sənə ləkə yaxır. O insan səni sevmir, başqası ilə xəyal edir, sənə zəng çatmayanda sən ücü ayda məni alladır və sair və axır. Bax bu kimi düşüncələr altında Yaxşı, birinci hansı bürclərdir dediyiniz kimi, ikinci hansıdır? Nəydə? Bax o deyək ki, soruşur. İnamsızlıq ən çox eləyən oğlaq olur, məsələn, qoç olur, şir olur. Mənimsəyən bəs, yəni necə soruşan ki, hardaydın, nə olub, Mənimsəyən də məsələn tərəzi mənimsəyir. Sonra oxatan biraz qeyri yanaşır. Dolça mənimsəyir, balıq da mənimsəyir. Xərçəng də mənimsəyir. Əqrəb də mənimsəyir. Əqrəb xoşlayır sərhədlə sevməyi. Çox sevir sərhədlə sevməyi. Yəni səhvlər yola vermir ki, səhvlər yaranmasın əqrəbdə. Maraqlıdır. Ən tənbəl amma ən ağıllı bürc hansıdır? Buğa. Ən tənbəl amma ən ağıllı. Bayaq dediyiniz bir söz var idi. Nə idi o söz? Başı var amma oxumur. Başı var amma. Mamam çox işlədib müəllim. O vaxt bizə deyirdilər. Hə. Başı var amma oxumur. Ən tənbəl amma ən ağıllı. Onu görə deyirəm ki, möcüzədir o buğa bürcü, möcüzə. İstəsə Bəli. dünyanı fəth eləyər. Amma deyir, "Yo, nəyimə lazımdır dünya." Oturmuşam da evimdə. Ay. Növbəti sual. Növbəti suallarımız çoxdur, Rövşən bəy, çoxdur suallarımız. Bunu verə bilərsən. Ən mübahisə sevən. Mübahisə. Yenə də ağıllı bürclər sevir. Amma belə bir şey var da, ən mübahisə sevən deməyək. Məsələn, xərçəng su ünsürlərində belə bir şey var, bax əzizim. Su ünsürü ilə spor elədin, bir kəlmə de ki, haqlısan. Vəsə. Yəni xərçəng, əqrəb, balıq. Bunlarla spor elədin, sən haqlı olsan da denən ki, sən haqlısan. Çünki mümkün deyil sən haqlı çıxasan o mövzuda. Yəni o adam deyəcək ki, yox. Pinhan eləsən. Yəni mən deyəndir. Xərçəng, əqrəb, balıq. Bunlarla spora girməyin. Yəni həyatınızda da bir münasibətiniz varsa, oldu. Sən deyəndir. Can, ay canı başla. Bu, yəni sadəcə bu, başa düşdün. Mənim qızlarım mənim illərlə də elə yola verirlər. Dirəşməyin. Düz deyirsən. Çünki Yaxşı, çıxış yolu yoxdur. O nə olur olsun o adam haqlı çıxacaq. Yəni yorulacaqsan sadəcə. Sizin danışdıqlarınızdan sonra özümü analiz edirəm. Deyirəm, əslində yola gedəcək bürcü ilə əkizlər bürcüymüş. Hər şey də yaxşıdır, amma yenə bizim adımız bizdə də iki var. xasiyyət Əkizlərdə də var. Məsələn, əkizlərdə də ruh söhbəti var. Bizim ruhumuz saat 5-ə qədər yaxşı olur, 5-dən 7-yə qədər duyğusal olur, 7-dən 11-ə qədər ağlamaq istəyirik, 11-dən sonra əylənmək istəyirik. Eynən. Eynən. Bizdə ruh söhbəti. Yəni gün ərzində dəyişkəndir də əkizlər olur. Gün ərzində onun ruhuna xitab eləmək lazımdır. Əgər bir əkiz xoşbəxtdirsə, dəyişmir fikri. Biri varsa münasibəti, çaya gedəcək, ora gedəcək, onu yeyəcək, bunu yeyəcək, yatacaq, duracaq, oturacaq, çörək yeyəcək. Yox, tək bir əkizdirsə gün ərzində 500 dənə fikirlə gəzəcək. Nəsə eləsin, özünü xoşbəxt eləsin sadəcə. Yaxşı ki bizim bax bu. Amma o bir dənə də qapı var da, gəlir o qapıya çatır, vəsə daha həvəs ölür hər şeyə qarşı. Deyir ki, hər şey eləyəcəm, vəsə. Əkizlərdə belə bir şey var. Gecə yatanda deyirlər ki, səhər durub milyon qazanacam, səhər dururlar 1 manatdan davam edirlər. Həyata keçirmirlər istəklər. Bəs yaxşı keçirmək istəyən liderlər olur da. O lider bürclər hansılardır? Şir biznesi çox sevir. Yəni mən məqsədimə doğru gedirəm. Şirdir. Gedən yolda hər şey mübahdır deyən. Məsələn, biznes böyütmək istəyir. Şirdir. Oğlaqdır. Çox, yəni xoşlayır biznesi. Tərəzi də biznesi xoşlayır. Qoç da biznesi xoşlayır. Alım, satım, dəyişim, onu eləyim, bunu eləyim. Balıq da xoşlayır. Bəs lider kimi qala bilirlərmi? O da var. Təbii ki də. Bax məsələn, egosu olan, egosu. Keçən videoda bir cümlə vurğuladım ki, əqrəb şir qədər egoistdir. Liderlikdə qalmağı xoşlayırlar. Yəni yıxıldıqlarını göstərmirlər o iki bürc. Əqrəb də şir də. Yıxıldıqlarını göstərməzlər. Yəni belə baxanda indi sistemlə baxanda 2017-də şirlər yıxıldılar, bir tərəfdən indiyə qədər toparlaya bilmədilər. 18 il oğlaq yıxıldı, bir tərəfdən toparlaya bilmədi. Əqrəb də 3 ildə yıxıldı. Amma onlar fərqinə vardılar ki, biz nəyi itirdik?
Biz kimi itirdik? Onlar bildilər ki, taxta qapı kimdir, dəmir qapı kimdir. Amma indi onlar toparlanmağa başlayıblar. İndi o taxta qapı gəlir bunların üstünə. Vaxt var idi, bunlar o taxta qapını döyürdü ki, mən dəmir qapıyam, mənə yağ lazımdır, cız-cız eləyirəm. Hə. Amma doğrudur gerçəkdən də. Son 3 ildir. Bəs ən düzgün ədalətli bürc hansıdır? Tərəzi. Haqq ədalət, yəni. Ən düzgünü. Şeydə də, Qoçda da yoxdur yalan. Yəni Qoçda tərəzidir. Ən düzgün, ən ədalətli bürclər. Yəni çox sevirlər. Haqq yeməyi xoşlamazlar. Qoç da elədir. Məsələn, onların yanında zəifə əzə bilməzsən Qoçla tərəzini. Qəti bir şəkildə. Onların yanında kiminsə pulunu yeyə bilməzsən. Əgər duyğusal belə olsa, zəif olsa belə, ya sənin yanından durub gedər, tərk eləyərsən ki, sən kiminsə haqqını yedin, ya da sənə həddivi bildirər. Ən, belə deyim, ədalətli iki bürc. Qoç və tərəzi. Bəs vurdum duymaz, heç nəyi vecinə almayan. Ox atan. Ox atandır, ox atan vurdum duymaz. Ox atan şeydir, relaks yaşamağı xoşlayır. Məsələn, ox atan bu həyatda nəyi itirirsə azadlığına görə itirir. Sevgilisi olsun, nə bilim, gələcək həyatı olsun, istəkləri olsun, arzuları olsun. Düzdür, sevən insanlardılar. Amma bir tərəfdən də bir azadçılıqları var ki, heç kimə vermirlər. Amma bəzən nəyisə əldə eləməkdən ötəri nədənsə pay verməlisən. Yəni, o heç vaxt demə cümləsi var. Yəni, bəzən bu cümləni sevgiyə qarşı istifadə eləməlisən, o səni idarə eləməlidir və yaxud sənə cümlə deməlidir. Ox atan bu vurdum duymazlığı həmişə ona itizdirir. Yaxşıları da itizdirir, pisləri də itizdirir. Məsələ budur. Amma belə azadçılığını bizə damcı pay versə kiməsə çox xoşbəxt ola bilər. Həddindən artıq. Ondan xoşbəxt olmaz. Deyib gülən əylənəndilər, relaksdırlar, gəzsinlər, haransa araşdırsınlar, kitab oxusunlar, filmə baxsınlar. Araşdırmaqla çox işləri qəşəng olar. Dil biliyor, öyrənmə qabiliyyətləri çox qəşəngdir. Beyinləri də yaxşı inkişaf edir ox atanlar. Prosta bu soyuqluqları, onlara bir dənə atapleniya lazımdır, elə deyim. Onlara atapleniya kim ola bilər? Ömür boyu kəsilməyən atapleniya lazımdır. Kim ola bilər onlara atapleniya? Növbəti sualınızı alaq zəhmət olmasa. Hə, yaxşı, deyəsən çox getdik. Hansı bürc ən çox sevəndə dəyişir? Sevəndə dəyişir. Aha. Ümumiyyətlə birincisi qadınlar sevəndə dəyişir. Belə kişi və qadına baxanda. Qadın sevəndə gözəlləşir. Yəni buna hər bir insan fikir verə bilər. Qadının tutalım var 60 yaşı, birinə vurulur. Yaxşı bir xoşbəxt həyat yaşayır, bir həftə də olsa. O qadının üz cizgilərində, hərəkətlərində, danışığında, həyata baxışında gözəlləşmə gedir. Çünki dəyər görür, sevgi görür. Və bunu da ən çox mən bağlayaram qıza, xərçəngə, ən çox bunlara bağlayaram. Məsələn, xatan da sevəndə gözəlləşir və bir də bunu bağlayaram buğaya. Əqrəb də elədir, amma buğa ilə əqrəb sevəndə özlərini çox alış-verişə verirlər. Gözəlləşmə, bunlar doğrudan da gözəlləşməyə gedirlər, başa düşdünüz? Yəni Daha başa gəlir də. ruhani gözəlləşmirlər. Burada 5 dənə qızıl olmalıdır, burada 3 dənə sırğa olmalıdır, nə bilim. Qulaqda burada bu piercinglər zətdə. Misal üçün doğrudan da onlar məsələn buğa ilə əqrəb rasxotdular. Yaxşı, belə deyək, qarşı bürc olaraq buğa, əqrəb deyirsiniz ki, gözəlləşəndə biraz rasxod olur, biraz çətin olur da, belə başa düşdüm. Yaxşı, qarşı bürc olaraq hansı bürc tək qadın deyil də, hansı bürc o buğa və yaxud da əqrəbə tab gətirə biləcək? Yəni onlara tab gətirmək, indi mən bunun sözün lori dilində deyirəm ki, hə, rasxoddular. Əqrəbin belə bir xasiyyəti var ki, səni pulsuz da sevər. Hə, yəni pulsuz da sevər. Buğa da elədir, səni pulsuz da sevər. Yəni zaten o insanlar şir əqrəb pulu nəyə görə qazanır? Qoç şir əqrəb. Bir də oğlağı da bura daxil edirəm. Pulu buna görə qazanırlar ki, kiminsə qabağında zəif görsənməyək. Hamı da elə bilir ki, onlar pul ölüsüdür, pul xəstəsidir. Xeyr. Bu gün bu pul onlara lazımdır ki, sənin qabağında zəif görsənməsin.
Yəni Eqoları aşağı düşməsin. nice ol, özlərini təmin eləsinlər. Yoxsa belə əqrəb mən kasıb biriyəm də belə. İndi mənəvi varlıyam, o başqa bir şey. Hə. Kasıb bir, amma elə əqrəb var ki, mənə baxar deyər ki, "Vəsə, mən sevirəm belə bir xasiyyətli oğlanı. Pul olmasın, nə olmasın, amma kişi olsun, başa düşdün, məsəl üçün." Ona görə onu mən elə deməzdim. Əqrəb var ki, səni elə qəbul eləyər ki, səni yoxdan var eləyər. Məncə mövzudan kənarda olsa, amma məncə insan zənginliyi ilə mənəvi zənginliyi də maddiyyatla zənginlik olmur. Yəni o maddiyyatla gələn bir şey bir günün içində çıxıb gedə də bilər və ya da ki bir gün içində gələ də bilər. Amma insanın özü mənəvi zəngin olanda o maddi zənginliyi özü qazana bilər. Elə mən sizə bir sual verim. Bax, elə bir var ki, heç sevməmiş kimi səni tərk edib gedə bilər. Bax, biri dolçadır. Dolça. Heç sevməmiş kimi. Xərçəngdir, əqrəbdir, oğlaqdır, bir də qoçdur. Səni elə sevər ki, sən o sevginin içində dünyanın ən xoşbəxti olarsan. Amma elə gedər ki, deyirsən, bu insan məni sevirdi, məndən ötürü ölürdü. Nətər olur bu mənsiz yaşayır? Elə də yaşayar ki, yəni sənsiz. Bu tək qarşı cinsə aiddir, yoxsa ümumi? Sənin üçün darıxar ha, belə özdə dəhşət darıxar. Əqrəb oğlaq özdə ehtirasla bağlanırlar bir insanlara. Dəhşət darıxar, amma elə rəftar eləyəcək ki, elə də hərəkətlər eləyəcək ki, yəni sevmirmiş kimi də başa düşdün. Özün şoka düşəcəksən. Amma sevgiləri də möhtəşəmdir. Kommentləri gözləyirik. Hə, kommentlərdə görəndə. Gəlsin növbəti sualımız. Gedək. Daxilən güclü, zahirən sakit görünən bürc hansıdır? Balıq. Balıq çox güclüdür. Əkizlərin birinci qrupu çox güclüdür. Tərəzi də elədir, qız da elədir. Məsələn, problemin bəlli eləməz. Əslində qoç da elədir. Bax, belə bir şey var. Məsələn, mən burada oturmuşam, deyirəm, gülürəm. Sizlə danışıram. Amma sizin bilmədiyiniz bir o qədər də mənim çətinliklərim var. Başa düşdünüz? Bunu bəlli eləmərəm. Heç dostuma da bəlli eləmərəm. Heç ailəmə belə, eyni evin içində qaldığım atama, anama belə bəlli eləmərəm. Yəni əkizin birinci qrupudur, balıqdır, qızdır, qoçu da bura əlavə eləyirəm. Çox güclü olurlar, yəni mənəvi, həddindən artıq. Amma belə bir şey də var ki, qarışqanı fil eləyirlər. Öz ürəklərinə çox problem salırlar. Məsələni böyüdürlər də. Məsələni hədsiz böyüdürlər. Tutalım ki, birinin qatığını dağıtdı, fikirləşəcək ki, bu qatıq indi mənə problem yaradacaq, belə elə. Hansı ki, bir dənə mağazadan pul verib alıb gətirib qatığı yerinə qoya bilər də. Vay, mən neynədim, mən loya düşdüm, mən boya düşdüm, belə. Yəni içində böyüdür ha o problemi. Həll oluna biləcək bir problem. Və o da həyatına çox yansıyır. Bəli. Ona görə vurdum duymaz olmaq. Ona görə onlara deyirəm ki, bir problem var, həlli yolu var. Demək ki, problem yoxdur. Bir problem var, həlli yolu yoxdur, deməli yoxdur. Ona görə də fikir eləməyə dəyməz. Allah Taala deyir ki, mən sənə beynin qədər problem verirəm. Həmən beyinlə problemə düşmüsənsə, həmən beyindən çıxmalısan. O zaman ağıllı adamlar daha böyük problemə düşür. Heç kimin artığın yaşadığı problem, hamı problem. Bax, kimi dindirsən dərdi var, səri var. Kimi dindirsən problemi var. Kimi dindirsən bir gün ac qalır, bir gün çöldə qalır. Hər kəsin özü boyda problemi var. Hər kəsin də problemi özünə. Amma bəzən insanlarda belə bir şey. Bax, məsələn, əqrəb. Gedəcək iPhone 86 alacaq. Girəcək bir 10.000 kreditdə. Oturacaq ki, mən bu kreditə nətər verəcəm. Amma 86-nı göstərəcək dostlarının yanında ki, yəni almışam. Hə, deyirsiniz göstərişi sevgilərdə, düzdür. Yəni amma bu problemi də özü yaratdırır, kredit problemini. Bildin? Yəni bu dəqiqə belə deyim, Targoviyaya çıxaq. 50% insanların cibində 1 manat yoxdur, əlində последний telefon var, axırıncı telefon var, bahalı paltar geyinir. Amma bir dənə metro kartında 60 qəpik gediş var, evə qayıdacaq. Yəni belə şeylər də var. O zaman göstərişi sevən bürclər hansılardır? Əqrəbdir, şirdir. Bayaq dedim axı. Əqrəb, şir, buğa. Parıldasınlar.
Yəni Haroldasın. Biz elə deyilik axı. özü də inan, görünür elə deyil. Bir dənə belə eləyəcək. Bir dənə belə eləyəcək. Görünür. Hə. Zaqar almağa gəlir. Ha, bu da yeri gəlmişkən əkizlər bürcüdür. Bunu mənə Rövşən hədiyyə eləyib. Çox sağ ol. Təşəkkür edirəm Rövşən. Əkizlər bürcüdür. Gedək növbəti sual. O gedək. Aha. Hansı bürc emosiyalarını gizlətməkdə ustadır? Hansı bürc? Buğa, yenə balıq, xərçəng, yenə əqrəb var orada. Hə. Hər işdə var da. Hə, bunlar niyə gizlətməyi xoşlayırlar? Bax, buğa ilə əqrəb kainatın ən şəhvətli bürcüdür. Toxunuşla dəli ola bilərlər. Amma qarşı tərəfdən miqat yoxdursa, siqnal yoxdursa, o bəlli eləməz ki, mən səndən ötürü öldürəm də, yəni. Ölər ha o insandan, deməz. Yəni gərək o insan buna nəsə belə bir dənə yüngülvari şey versin ki, İşıq yansın, sönsün ki, yəni mən gözləyirəm səndən bir partlayışda. Hə, onlar emosiyalarını gizlədirlər. Xərçəng də gizlədir emosiyalarını, balıq da gizlədir emosiyalarını. Amma ən professionalı buğa ilə əqrəbdir. O zaman o bürcün adamlarının xoşun gəldi, gedib özün. Yo, niyə ki, qoy özləri desin. Canları çıxsın. Bizdə biraz ulduzlar barışmıyor belə Rövşən bəylə əqrəblərdən. Növbəti sual. Mənim də yüksələn əqrəbdir axı. Növbəti sualımız. Növbət burada qaldı bir sualımız desəm. Aha. Romantik bürclər. Romantik. Balıqlar. Balıqdır, qızdır. Romantik. Jestlər Hə, edən. jestlər eləyən. Jestlər eləyən çoxdur. Yox, mən hə, yəni Romantik Ən jestlər. romantik, belə əkizin özü də romantikdir. Xoşlayır romantikanı, gəzməyi, nə bilim və sair və axır. Amma ən romantiki balıq olur. Duyğusal olduğuna görə, qız olur, duyğusal olduğuna görə. Tərəzi də çox romantik olur. Tərəzi baş-başa qalmaq xoşlayır, baş-başa yemək yeməyi xoşlayır. Tərəzi prosta tərəzidə o romantika bir neçə saatlıq da, yəni. Amma qızla balıqda o romantika həmişə də irəliləyir. Qoçun özü də romantikadır ya. Belə çöldən baxanda deyirsən ki, qot ot püskürür, qoç. Amma yox, o da romantikdir. Yəni qoç ailəsinə bağlı olduğu qədər başqa bir ailəsinə bağlı deyil. keçən dəfə siz dediniz ona evləri, Bəli, ancaq ailəsinə. dəhşət yəni. Quşlar da romantik. Bəs hansı bürc ən çox inciyir amma onu dilinə gətirib demir? İncir dilinə əkizlər. Əkizlər çox inciyir, dilinə gətirə bilmir. İtirmə qorxusu deyilən bir şey var. Məsələn, mənim itirmə qorxum yoxdur. Deyir, həyatda nəyi itirmək istəyirsənsə, ondan qorx, onu itirəcəksən. İmza Rövşən. İtirmə qorxusu olan insan tez itirir. Ona görə itirmə qorxusu olur əkizlərdə. Birinin, məsələn, mənim yanımda səhv bir hərəkət eləsin, mən o səhvini düzəltməkdən ötəri ona söz deyərəm, amma onu itirməkdən ötəri onun qəlbinə dəymərəm. Yəni, amma mən biraz şeyəm, məndə əqrəblik və şirlik də var deyəndə, kobudam. Mən məsələn deyərəm ki, bu nədir? Yaraşmır bu dırnaq sənə. Qəlbinə dəyməyi xoşlayaram. Bəlkə yerimizi dəyişək. Qəlbinə dəyməyi xoşlayaram. Açıq deyim də, yəni kobud olaram, amma incitmərəm. Heç. Heç. Heç incimədim. Növbəti Deməli, sual. hansı bürc ən çox təklikdə qalmaqdan Balıq. qorxur? Hə, qorxur. Qorxur. Təklikdə qalmaqdan qorxur. Məsələn, qoç təklikdə qalmaqdan qorxur. Qoç. O nə qədər ki kobud görünən bürclər var. Qoçdur, şirdir, oğlaqdır, buğadır. Təklikdə qalmaqdan da niyə qorxurlar? Belə deyim. Onlar qapanmağı xoşlamırlar. Danışmağı, dostluq yaratmağı, ailə canlıdırlar deyənə həmişə təklikdən qorxurlar. Həmişə. Ailə canlı insanlar həmişə təklikdən qorxan olur. Məsəl üçün, mən əkizəm, mən də biraz təklikdən. Məsələn, məndə belə bir xasiyyət var ki, mənim qardaşım, Allah bütün qardaşların, övladların canını sağ eləsin. Qardaşım evlənib gedəndən sonra mənim otağımda işıq sönmür və mənim otağımda mən səslə yatıram.
Çünki qardaşım mənim yanımda olanda mən rahat yata bilərdim, relaks idim. O evlənib gedəndən Allah xoşbəxt eləsin, mən hələ işığımı söndürməmişəm otaqda. Onun səbəbi oymuş o demək Hə. ki, mən çünki telefonun səsi gəlmədən Telefonumun səhərə qədər səsi yata gəlmədi, bilmirəm. yatmıram mən. Mən də səhərə qədər Hə, mən videoları YouTube-umu qoşuram, qəşəng filmləri qoşuram. Yəni kimsə sənin həyatından gedir və o Yox, ümumiyyətlə. Yox. O elə bir ki, mənim qorxumu özünlə apardı. Mən o yanımda onda qorxmurdum. Demək ki, Yəni- güvən məsələsi var da. Əkizlərdə belə başa düşdüm ki, kiməsə güvənirsən ki, o mənim yanımdadır Rahat, və relaks. mən rahatam. Məsələn, məndə belə bir xassiyyət var. Kiminsə evinə gedim, rahat yata bilmərəm. Yəni öz yerim mənim üçün çox rahatdır. Yəni orada daş kimi yataram, kiminsə evində barmağı vurur oyanar. Məsələn, güvən, əkizdə güvən konkret problem yaranır həmişə. Amma əkizdə belə bir şey var. Əkizdə getsin qabaqda problem varsa ürəyinə damır. Əqrəbdə də var, əkizdə də. O getməyəcək ora, düşəcək yarı yoldan qayıdacaq. Bax mənim çinim sınan günü hiss eləyirdim ki, nəsə olacaq. Əqrəblərdə məncə daha çoxdur. Niyə? Çünki mən Əqrəbin intuisiyası güclüdür. mən demişdim deməkdən biraz təvazökarlıqdan uzaq da olsa yorulmuşam. Əqrəbin intuisiyası güclüdür. Bəzi Gedək növbəti suala. keçək. Gedək. Bəs sən flörtöz bürc hansıdır? Flörtöz qoçun cavanlarıdır. Şirdir. Buğa da flörtözdür. Oğlaq da flörtözdür. Əkizin ikinci qrupu flörtözdür. Yəni say bitməz də yəni. Amma Yəni üçlüyə araşdırmalara daxil olarsa görə, əgər- keçən il araşdırmalarına görə birinci yerdə buğa gedir. İkinci yerdə tərəzi gedir, flörtöz. Tərəzidə belə bir xassiyyət var bax. Tərəzi oturub, məsələn, biri keçir, vay, bunun nə qəşəng geyimi var. Vuruldum mən buna. Ayda, bunun boyuna bax, buna da vuruldum. Vay, bu nə qəşəng Yəni oturdu, bu nə vaxtlıdır da qəşəng kofe tərəzilərdə. içir. Hə, yəni vuruldu başa düşdün saniyəsində. Amma tərəzi flörtü sevsə də hər adamla flört eləməz. Özünə yaraşdırma. Özünə yaraşdıranı yanına alar. Amma görünüşə zada vurula bilər. Amma o bir dəfə danışdı, gördü ki, baş mənim başım deyilsə, əlvida, ulduzlu gecələr, əlvida. Sağollaşacaq. Ən tez özündən çıxan Qoç. bürclər hansıdır? Yəni tez əsəbləşir, tez özündən. O dünsürü, qoç, şir, ox atan. Ən çox da qoç. Tez əsəbləşir. Dəhşət tez əsəbləşir. Yəni o deyirlər də, elə bir kimyaları qarışıqdır bu adamların. Hər bir şeyə əsəbləşirlər, saniyədə əsəbləşirlər. Məsələn, nə deyim? Qarşı bürc hansı olar ki, Çox tez onlar əsəbləşir. yola gedə bilsinlər, belə deyək. Qoçla. Yox, qoçda belə bir şey var da. Qoç istəsə tabe olsa, vəsə. O dünsürlərində, məsələn, bayaq dedim əqrəbə əmr vermə. Tabeçilik söhbəti var burada. Kim kimə tabe olursa, vəsə orada öcə hər şey bağlanır. Qoç da belədir. Birinə tabe olsun, vəsə həyatını ona həsr eləyir, ona əsəbləşmir. Romantika bayaq dediyim kimi romantika yaşadır ona. Bütün uşaqlıq xatirələrin hamısını. Qoçun yaddaşı da güclüdür. Qoça sual ver ki, birinci sinifdə partada nə yazılmışdı filan dərsdə deyə bilər sənə. Fil yaddaşı. Yaddaşı dəhşətdir. Balıqlar şeydirlər, B vitaminləri çəkir. Balıq yaddaşı Saniyəliyə. verilmiş. Hə. Bəs özü haqqında olduğu ortamda və ya da ki, özündən sonra təəssürat yaratmağı sevən bürc hansıdır? Şir. Olduğu yəni. Hə, şir məclisə girdi, istəyirsən ki, gəldi. Qapı açıldı. Bir nəfər girir, istəyir balaca boy olsun, istəyir böyük olsun. Belə baxdın görməsin də biləcəksən ki, şir gəlir. Qoç da elədir, şir də. Ayaq səslərindən tanıyırsan ki, bu insanlar gəlirlər. Şir girdi, əgər ki, bizə damcı o məclisdə belə divişeniya. Mənim masam hazırdır. Gəlirəm. O masaya məndən 2 dənə şampan. Yəni bilindirməlidir Hətta, ki, yəni mən gəlmişəm. mən də. gəlmişəm də, yəni mən burada varam. Yəni ağıllı. Kraldır da. Kraldılar, amma şeyi var da onların da. Məsələn, mənfi yanları bilirsiniz nədir? Dost seçə bilmirlər. Yəni dost seçə bilmirlər. Seçimlərini düzgün apara bilmir. Bu adamın bəlkə də hər tində bir dostu var, şirin. Zapravka gedir, bu gün benzin vurdu, sabah zapravşiklə dost. Qardaş gedək yeməyə. Marketə gedir, market satıcı ilə dost, kassirlə dost, gedək yeməyə. Yəni sözümün canı budur ki, bu insan hər yerdə dost. Eləmə də ən çox da dostdan sənə zərbə gəlir deyil.
Şirədən çox zərban vuran dost olur da. Hansı bürclər keçmişini buraxmırlar? Qız. Unutmur. Buğa da gec unudur, qız da. Yəni Oğlaq da. keçmişə dayalı yaşayırlar Keçmişə yoxsa dayalı yaşayan yeganə bürc qızdır. Buğa da elədir. Buğa 6 ay unudur, qız 1 il unudur. Olub bitənləri. Flört da eləsə 1 il unudur. Qızın problemi keçmişində yaşamaqdır. Və mən qızlara deyərdim ki, hər gün çürümüş ağaca su verməklə o ağac sənə bar verməyəcək. Götürürsən, Yenisini əkmək lazımdır. həmən kökündən çıxardırsan, təzə toxum atırsan. Təzə ağac həm sənə kölgə verəcək, həm sənə bar verəcək, meyvə verəcək. Eşidirsiniz qız. Həm də sənə uşağın üçün nəvə nəticə üçün düzəltməyə bir kasser üçün budaq verəcək. Ona görə keçmiş keçmişdə qalır. Keçmişə baxan insan gələcəyi görə bilməyəcək. Maşında sağ güzgü, sol güzgü nədən də otelidir. Sağa sola görmək üçün. Həmişə sağa baxsan, sola baxsan, qabağa baxmasan nə baş verər? Var ya. O zaman nə etmək lazımdır? Önə baxmaq lazımdır. Bunu mən həmişə həmişə. Bəli, önə baxmaq. Mən amma arxanı, yəni keçmişimi çox düşünən biri deyiləm. Bilmirəm, əqrəblərə xas Mən də olan bir düşünmürəm. xüsusiyyəti. Mən keçmiş dostlarımla yoxsa... keçirdiyim vaxta görə hətta peşmanam. Hər canlıda da Yox, elə peşman. Bu qədər etiraf. hər canlıda da deyirəm, hə. Çünki zamanında yaxşı işdə işləyirdim. Bizim üçün o vaxtda 210 manat pul idi da. Yəni aldığımız maaş. Alıb hamısını onlara xərcləyirdim. Hə, sonra hamısı işlədi. Hamısı bir-bir işə düzəltdim çoxsunu. Biri maaş alan kimi yoxa çıxırdı. Biri maaş alan kimi bunu eləyəcəm, bunu eləyəcəm. Baxırdım elə ancaq mən eləyirəm bunlar üçün hər şeyi. Sırf məsələ bu da deyil ha. Ancaq səndən istifadə etmək istəyən insanlar idilər. Ancaq səndən istifadə eləsin. İstər hərəkətində, istər davranışında, istər maddiyyatında, hər şeylə bağlı. Mən belə eşitmişəm ki, əkizlər çox sadəlöv olur. Bu doğrudurmu? Yəni Ağıllı olurlar, amma sadəlöv olurlar. hal-hazırda bunun göstərişini görürəm. Biz də alqışlayırıq. Çox sağ olun. Biz son olaraq Rövşən bir sual vermək istəyirdim. Bununla da verilişimizə yekun vuraq. Mənə gəlir ki, 40 dəqiqə və ya 45 dəqiqəlik bir Saat sujet. 3-dən buradayam, 7-yə işləyib 15 dəqiqə. Yəni bu qədər vaxt mənə gəlir ki, bəsdir. Həm də çox məlumat verməyək ki, növbəti verilişlərimizdə Danışmağa bürcləri müzakirə etmək mövzusu çox olur. Bəli, bəli. Hə, ona görə növbəti verilişlərə hələ indi özlərin biraz daha da yaxşı göstərsələr 2026-ın analizi də gələ bilər. Hə. Və O da kommentlərdən noyabr seçəcək ayının Rövşən bəy. məlumatı gələ bilər. Bəli, Dekabr ayının məlumatı gələ bilər. Məncə onu səbirsizliklə gözləyirlər və son olaraq belə bir bağlanmaqdan qorxan bürc hansıdır? Bağlanmaqdan qorxan elə bürc deyərdim ki, yoxdur. Çünki bürclərin içində yenə də şey var da, travmasından yaşayan balıqla qız olur. Çox yer ayırmırlar insana. Yəni sərhədlə yaxınlıq edirlər insanla, balıqla qız. Əgər bir insan onların sevgisinə layiqdirsə buraxırlar. Çünki onlar da bağlanandan sonra gedirlər, problem yaşayırlar. Qız da keçmişini unuda bilmir, balıq da bütün günü verəsən gedir dənizin qırağında oturar, göz yaşları axtar. Ona görə onlar çox insan həyatlarına buraxmırlar. Çox sağ olun, çox təşəkkür edirəm. Təşəkkür edirik. İki əkiz, bir əqrəb, yüksələni şir olan bir veriliş. Bilmirəm nə dərəcədə odlu, alovlu, Davamı əla havalı olacaq. oldu. Davamı əla olacaq. Çox təşəkkür edirəm. İndi görün də mən Çox burada sağ nələr olun çəkmişəm. sizə. Nələr çəkmişəm burada. Yazıq. Sağ olun. İnşallah olun, gələn görüşərik. verilişlərdə görüşərik. Gəlin görüşlərə qədər.